Salam xanımlar. Bugün sizlərlə Ağdaşda öyrəndiyim çox asan hazırlanan atışdırmalıq olan siqarın hazırlanma mərhələsini bölüşəcəyəm. Siqar hazırlayarkən ən önəmli olan içliyin hazırlanmasıdır. Çünki içliyi nə qədər mükəmməl olsa, nəticə də o qədər dadlı olur. Həyat da belədir. Bəzən düzgün seçim edib özümüzə yeni və uğurlu bir mühit qurduqda hər şey daha parlaq görünür. Mən özüm üçün bu mühiti Faberlikdə tapmışam. Amma gəlin indi siqarlarımızı hazırlayaq. Siqar hazırlamaq üçün bizə lazım olacaq dönər lavaşı, bir paket lavaşı 3 bucaq formalarında bölürəm. Daha sonra içi üçün şor, zirinc və sumaq qarışdırmışam. Yapışdırmaq üçün istifadə etdiyim qarışım isə un və sudan ibarətdir. Siqarlarımız incə və zərif görünməlidir. Çünki dadı qədər görüntüsü də çox önəmlidir. Siqarları bükdükdən sonra dondurucu üçün olan xüsusi paketə yığıb saxlayıram ki, ehtiyac olanda qızardım. Bir qismini isə elə indicə qızartdım. Siqarların iyi bütün evi bürüdü. Artıq hazırdırlar. Bilirsiniz, bu gözəl qoxu mənə evdən işləməyin verdiyi rahatlığı xatırladır. Ev işlərini çatdırıb, həm də öz bütçəmi idarə etmək mənə çox xoş gəlir. Baxın, necə də gözəl qızılı və xırçıltılı oldu. Süfrənizi belə gözəl nemətlə bəzəyin. Hələlik!